Bəs Kutilə varlığına kim son qoydu? Midyalılar. Askerler. Türkler. Ne alaka? Ne alaka? Yo. Özleri sükutu elədi. Kalbim durmuyor hoş geldin. Türkler değil. Turukkilər Kutilə varlığına son qoyub. Koyma ben. Sizi rüsvay eləyəcəm. Və bu dəqiqə video çəkir. Sizi rüsvay eləyəcəm. Ahali! Duyduk! Duymadık! Yemeyin! Peynir! Ekmek! Yemeyin! Ne olur? Mesopotamiyada üsyan baş vermədi. İşe. Mesopotamiyada Kutilərə qarşı üsyan olmadı. Trikanı devirmədilər. Bundan sonrasını alın kayda. Yok ya. Öyle oluyor mu her şey? Elə imenli bu hissələri paylaşacağım. İmenli bunları. Necəsə. Uzun Həsən hakimiyyətə gələr gəlməz ilk müharibə apardı dövlət. Osmanlı. Uzun Həsən. 61'de de getdi. Osmanlı. Osmanlı ilə ilk dövlət nə vaxt yarandı? 1968. 68-də dövlət yaratdı. Bəs yaxşı, dövlət yaradar yaratmaz. İlk müharibə apardı kim idi? Teymurlər idi. Bəs yaxşı, burada kim yardım göstərmişdi Uzun Həsənə? Müttəfiqi kim idi? Burada Bizans. Elmədin, adam balassan, insan balassan. Adam yalan da danışar bu qədər yox. Ay Allah, Bizans. Bizans oldu. Səfəvilər idi. Nurten. Güzel Nurten'im. Kaderli Nurten. Kısmetli Nurten. Akıllı olasın. Bizans neçənci ildə süqut eləyib? Ama adını təhlil et. Adı çəkilmir amma N hərfi. Adı lazım deyil, baş hərfi N. Adı lazım değil, baş harfi ben. Sen ne dedin? Bizans nə vaxt süqut eləyib? Yani Bizans taşlı Osmanlı demək istedim. Osmanlı demək istərdin. Yaxşı. Osmanlı nə vaxt yaranmışdı? 1302'de. 1302. Kim tərəfindən əsas qoyulub? Osman Gazi.